Hörmətli bəyim xanım Cavanşirova Verdiyeva. Bugün 5 avqust Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Göygöl ansamblının yaradıcısı, tanınmış Tarzan Fikrət Verdiyevin əziz ömür gün yoldaşı, eyni zamanda Xan Şuşinski Fondunun prezidenti kimi Azərbaycan muğam sənətinin yaşadılması və təbliği istiqamətində dəyərli xidmətlər göstərən bəyim xanım Cavanşirova Verdiyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə sizi ailəmiz adından sonsuz hörmət və ehtiram hissi ilə ürəkdən təbrik edir, ən səmimi arzularımızı çatdırırıq. Doğum gününüz mübarək olsun. Hər bir insanın ömür yolunda mənalı iz buraxması böyük xoşbəxtlikdir. Siz də həyatınızı milli mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycan musiqisinin, xüsusilə də muğam sənətimizin inkişafına və təbliğinə həsr etmiş ziyalılardansınız. Sizin fəaliyyətiniz təkcə bir fondun rəhbəri kimi deyil, həm də milli irsimizin qoruyucusu kimi yüksək qiymətləndirilir. Xan Şuşinski Fondunun prezidenti olaraq həyata keçirdiyiniz layihələr, muğam ustalarının irsinin yaşadılması, gənc istedadların dəstəklənməsi, milli musiqimizin ölkəmizdə və beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyünüz işlər Azərbaycan mədəniyyətinə verilmiş mühüm töhfələrdir. Siz həm də Azərbaycan musiqi tarixində silinməz iz qoymuş, Göygöl ansamblının yaradıcısı, tanınmış Tarzan Fikrət Verdiyevin əziz xatirəsinin yaşadılması, onun zəngin yaradıcılıq irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində böyük fədakarlıq nümayiş etdirirsiniz. Fikrət Verdiyevin Azərbaycan musiqisinə bəxş etdiyi dəyərli sənət irsi bugün də yaşayır və sizin qayğınız sayəsində yeni nəsillərə sevdirilir. Muğam bizim milli kimliyimizdir, xalqımızın ruhudur, əsrlərin sınağından çıxmış mənəvi sərvətimizdir. Bu müqəddəs irsin qorunması və gələcək nəsillərə ötürülməsi naminə göstərdiyiniz yorulmaz fəaliyyət hər cür ehtirama layiqdir. Əziz bəyim xanım, qoy uca Allah sizə möhkəm can sağlığı, uzun və bərəkətli ömür, ailə səadəti, mənəvi rahatlıq, tükənməz enerji və yeni uğurlar bəxş etsin. Evinizdən sevinc, qəlbinizdən ümid, həyatınızdan xoşbəxtlik heç vaxt əskik olmasın. Arzu edirik ki, milli musiqimizin inkişafı, muğam sənətimizin dünyada daha geniş tanınması və böyük sənətkarlarımızın irsinin yaşadılması yolunda həyata keçirdiyiniz bütün nəcib layihələr bundan sonra da uğurla davam etsin. Bir daha doğum gününüz münasibətilə sizi ailəmiz adından ürəkdən təbrik edir. Sizə möhkəm can sağlığı, uzun ömür, firavan həyat, ailə xoşbəxtliyi, bol sevinç və Azərbaycan mədəniyyətinin inkişafı naminə bütün xeyirxah işlərinizdə davamlı uğurlar arzulayırıq. Ad gününüz mübarək olsun, hörmətli bəyim xanım Cavanşirova Verdiyeva.